Birinci mən Allah əl verib, Aha, göz verib, qıç verib. aha. Mən əgər onu yuva bilirəmsə yuyuram. Yox, yuva bilmə. İşdən yorğun gəlmişsən. Yox, mən bilsən nətərdir. O biraz xanım alçatmaq kimi çıxır. Və mən ayağımı gəlir. O da Allah yaradır, mən də. Yaxşı, o insandır da, mən də insanam. O elə şey bilirsən nətərdir. İndi qulaq as. Allah rəhmət eləsin. Sənin atanın ayağını yumayıb bana. Olar ki, xəstələnərsən, yatağa düşərsən. Bəli. Hə, o yoldaşın sənin ayağı da yumalıdır. Ondan sənə hər bir şey, qayğını göstərməlidir. Elə kişi və qadına. Amma mən durar ki, mən heç nə olmayıbsa, mən sağlamamsa, Bəli. nə düşüb ki, o gəlsin. Bax, mən sənə bir şey deyim. Misal deyirəm. Mən ayağımda durum bir yerdə. Duranda, mən maşın sürürəm, gələndə ATV-yə, pilləkənləri belə. Əşi, o heç Belə də qalxır. problem var da səndə. Hə, ayağımda. Ayağımı isti suya qoymayanda rahat Hə, nə olur. olar indi üstü suyu töküb gətirib qoyanda özün ayağı qoysan da oraya. Ha. Şildir sənə. Əlin ayağın var da özün canın çıxsın yox. Özün... Yox, arvadı almısan ki, gəl elə mən hər gün ayağımı yuyur. O elə şey qanunda da yoxdur da, yəni. Ha, bu qanundan nə dəxli var? Milli dəyərlərdən gedir. Ailə də. Ay deli xanım. Qadın ayaq indi o felə şabını var. Ha, və bax. Felə özü bilər, amma alçalmaq deyil. Kişi özünə məxsus olan işi özü eləməlidir. Ayaq, bir dəqiqə qulaq as mənə. Elə danma.